Axşamınız xeyir olsun, dəyərli izləyicilərim. İzləyicilərim. Necəsiz? Nə var, nə yox? Deməli, dostlar, yıl çərşənbəsidir. Hər birinizi bu çərşənbə münasibəti ilə təbrik edirəm. Bu günlərim mənə məlumat çatıb ki, İmiş rayon Aranlı kənd Yusif Sədatxanov adına bir saylı tam orta məktəbdə iməclik keçirilir. Amma bu iməclik deyil, çünki mən 18 ildə hələ iməclik deyilən bir şey məktəbdə görməmişdim. Deməli, nə olub? Nə üçün belə əl-ayağa düşüblər? Təmizlik işləri gedir, abadlıq işləri gedir. Çünki bizim cənab başçımız, İmişli rayon icra başçısı Elçin Rızayev, bəli, bugün Aranlıya qonaq gələcəkmiş deyilənə görə. Və əl-ayağa düşüblər, təmizlik işləri gedir. Halbuki mənim övladlarımda və digər ətrafımda olan şagirdlər, valideynlər verdikləri məlumatlara görə, yəni ora məktəb deyil, ifunətdən içəri girmək olmur. Yəni 6 aydır ki, məktəb açılıb, sanki 60 ildir ki, məktəb istifadəyə verilib. Və mən dedim ki, çünki o məktəb başdan getdi tikilmişdi, elə də olacaq, artıq indidən uçur, dağılır. Təsəvvür edin ki, uşaqlar deyir ki, biz sanitar qovşağına daxil olanda başımıza sanki yağış yağır. Dur, belə baxıram. Görəsən, yuxarıdakılar mı su tökür bunların başına? O vaxt biz şəhərdə qalanda qonşumuz suya açıq qoyardı, başımıza axardı. Sonra məcbur olardıq, biz təmir edərdik. İkinci və üçüncü mərtəbədə yaşayanlar, məktəbin üst mərtəbələrində yaşayanlar, niyə nəzarət eləmirsiniz? Aşağı niyə su tökülür? Üçüncü mərtəbədən ikinci mərtəbəyə, ikinci mərtəbədən birinci mərtəbəyə. Nə ifunəti isə aləmi götürübdür. Məktəbi belə saxlayırsınız siz, hə? Bilirsiniz niyə? Çünki hər zaman bu cür olmuşsunuz siz. Elə köhnə məktəbdə necə idisə, yeni məktəbdə o cürsüz. Müəllimlər, kollektivi, yəni hər kəs orada, yəni natəmizlik içində batacaqlar. Çünki onlar təmizlik nədir bilməyiblər. Onlar yeni məktəbi ona görə arzulamırdılar. Çünki heç vaxt təmizliyə çıxmayacaqlar. Heç vaxt onlar içərdən cənnət qoxusu gəlməyəcək. Mənim övladlarım, mən buradan yadımdaykən təşəkkürümü bildirirəm 7 saylı, İmişlidə 7 saylı, köhnə 34 saylı məktəbin kollektivinə, hər kəsə təşəkkürümü bildirirəm. Mənim də özüm bir neçə dəfə orada olmuşam və bizim məktəbimiz 6 ayda açılıb, artıq sanki 60 ildə istifadəyə verilib, yəni artıq indidən tökülür, dağılır, yəni uçur. Foto şəkillər də var əlimdə, videolar da var, lazım olsa nümayiş etdirərəm. Amma 7 saylı 3 ildən artıqdır ki, ora istifadəyə verilib, sanki dünən açılıb. Nə deməkdir bu? Deməli, hər şey kimdən asılıdır? Rəhbərlikdən asılıdır, eləmi? Bəli. Niyə? Rəhbərlik niyə söz deyə bilmir? Mənim övladlarım deyir ki, ana, deməli, biz deyir, sinifi təmiz şəkildə qoyub gedirik, amma gəlib görürük ki, sinifimiz natəmizdir, sinifimizdə dağılıb, partanın üstü yazılıb, ayaq izləri var divarlarda. Belə qoruyub saxlayırsınız. Bəs sən belə demirdin, nə oldu? Bilirsən, niyə söz deyə bilmirsən? Çünki sən qorxursan. Bəli, sən qorxursan. Söz deyən mən idim. Deməli, mən tələbkar idim. Mən tələb edirdim məktəbin təmizliyinə riayət eləyin, vaxtında işə gəlin. Direktorun axı sözü səlahiyyəti yoxdur ki, keçmir axı. Çünki kimdənsə asılıdır. Bəli, bu günlərim əgər o 10 ildən artıq əgər işçilərə söz desəydi, bugün onun arxasında bu qədər ordu olmazdı. Bəli, kollektiv olmazdı. Bəli, kollektiv olmazdı. Ona görə də indi nə düzəməli dərs keçirlər, nə düzəməli təmizlik var, nə vaxtında müəllimlər tapılır, nə düzəməli tədbirlər keçirilir. Niyə? Çünki deyir, dəymə mənə, dəyməyim sənə. Bəli, döymə taxta qapımı, döyərəm dəmir qapımı. Bəli, bu atalar məsələ ona görədir. Məktəb indidən uçur, dağılır. Ay, heyf o Heydər Əliyev fondunun tökdüyü pula, heyf o, necə deyərlər, daldaladığınız materiallara,
Leyla məktəbin nüfuzunu aşağı salır. Xeyr, əksinə məktəbin nüfuzunu açılmamışdan öncə siz saldınız. Çünki siz nə bilirsiniz ki, yeni məktəb necə olmalıdır, necə saxlanmalıdır. Öz evinizdən başqa, öz qarnınızdan başqa, öz övladınızdan başqa heç nə düşünmürsünüz. Elə kollektivdə də mən bunu hər zaman gördüm. Nə bilim, kasıbın balası orada qaldı. Kasıbın balası, valideyn, başqasının himayəsində olan uşaqlar, nə bilim, danışdırılmadı, dindirilmədi. Hansı uşaqda problem varsa, hansı uşaq, necə deyərlər, atası burada yoxdur və yaxud da anası ayrılıbdır. O uşaqları üstdən aşağı baxdılar. Həmən kollektivdəsiz. Hər kəs öz övladını qorudu, amma digər mənim qoruduğum uşaqlar hal-hazırda həmənki vəziyyətdə tənhadılar. Bəli, onlardan gələn mesajlar, onlardan gələn zənglər mənə bildirir ki, Leyla müəllim, qayıdın. Sizin yeriniz məlumdur. Bizi incidirlər, bizi saymırlar, düzəməli dərs keçmirlər. Mən də deyirəm ki, əzizim, mən sanki ölmüşəm də yoxam. Buyurun, tələb eləyin haqqımızı. Mən qorxmuram, mən yenə də sözümü deyirəm və mən yenə də irəli gedirəm və yenə də mən əlimdə sübutlarla sözümü deyirəm. Və bu sektor müdürü mənə maraqlıdır görüm, ora tez-tez gəlməklə nəyə gəlir? Oranın qoxusunu, ətir qoxusunu, cənnəti gətirir, başqa imiş məktəbinin cənnətini gətirir, ora arada abu havasını göstərir. Bu da sizin tələbkarlığınız. Məktəbi indidən uçurdursunuz, ağaclara baxmırsınız, həyat baca nə gündədir? Məktəbin həyətinə qaz, toyuq, quş girir. Hansı uşaqların yerinə gəlirlər görəsən? Hansı müəllimin yerinə gəlib orada otururlar görəsən? Nə məsələdir? Niyə belə narahatsız? Nə yaman əl-ayağa düşürsünüz? Olmaz ki, hər zaman təmizlik olsun, hər zaman şagirdlər vaxtında dərsə gəlsin. Belə komissiya gələndə, və yaxud da kimsə gələndə əl-ayağa düşməyəsiniz? Yox, olmaz. Yaxşı olar inşallah, yaxşı olar. Hələ ki, necə deyirlər, nəfəsimiz gəlir. Nəfəsimiz bitənə qədər, ona qədər siz də bitəcəksiniz. Özünüzdən müğayət olun. Özünüzə çəki düzən verin. 7 saylı məktəbin kollektivinə də bir daha təşəkkürümü bildirirəm. Halaldır sizə. Oradan gələnlər hələ indiyə qədər ağız dolusu danışırlar ki, o məktəbi həqiqətən gözləri kimi qoruyurlar. Yoxsa bizimkilər kimi sanki orada ermənilər məskən salıb. Özünüzdən müğayət olun. Hələlik.